Salam uşaqlar, biz bugün çevirmə düsturları haqqında sizə məlumat verəcəyik və diqqətlə qulaq asın və bunları ətraflı mütləq öyrənin. Deməli, ilk öncə baxırıq birinci sualın həllinə. Deməli, birinci sualda deyir ki, kosinus 225 dərəcəni hesablayın. Biz də bilirik ki, çevirmə dərəcələri 90, 180, 270 və 360-dır. 225, 180-ə də yaxındır, 270-ə də. Mən 180-ə görə yazıram. 180 plus 45 dərəcə. Bərabərdir. 180-də kosinus adını dəyişmir, elə kosinus 45 dərəcə eləyir. Amma 225 dərəcə üçüncüdür və kosinus mənfidir. Qarşısına mənfi yazırıq. Cavab olur mənfi kök 2 bölü 2. Sonra baxırıq üçüncü sualın həllinə. Tangens 60 vur tangens 50 vur tangens 45 vur tangens 40 vur tangens 30. Ümumiyyətlə tangens 60-ın qiymətini bilirik. Deməli tangens 60 dərəcədə kök altında 3-dür. Tangens 50 qalır yerində. Vurulsun. Tangens 45-in qiyməti 1-dir. Vurulsun tangens 40-ın yerinə kotangens 50 yazırıq. Vur tangens 30-un da yerinə 1 böl kök 3 yazırıq. İndi tangens 50 vur kotangens, yəni kotangens 50 ilə tangens 50-nin hasilində 1 eləyir. Bu kök 3-ü 1 böl kök 3-ə vuranda da 1 eləyir. Ümumi hasillər hamısı 1 edir. Sonra baxırıq 5-ci sualın həllinə. Deməli, sinus kvadratı 15 dərəcə plus sinus kvadrat 30. Dərəcəsini heç yazmıram. Yazıram elə sinus kvadrat 30, yəni qiyməti yazmıram. Sinus kvadratı 45-in qiymətini yazaq. Sinus kvadrat, sinus 45-də kök 2 bölü 2-dir. Kvadratı 4-də 2, yəni 2-də 1-dir. Plus, indi mən nə edəcəm? Baxın, sinus kvadrat 60-ın yerinə 90-dan 30 çıxanda 60 elədiyi üçün 90-da adını dəyişir, bu olur kosinus kvadratı 30. Plus, sinus kvadratı 75-in yerinə nə yazırıq? 90-dan 15 çıxanda 75 elədiyi üçün biz sinus kvadratı 75-in yerinə kosinus kvadratı 15 yazırıq. Bərabərdir. İndi baxın, sinus kvadratı 15 ilə bir dəqiqə. Burada sizə nə göstərəcəm? Bu sinus kvadratı 15 dərəcə ilə kosinus kvadratı 15 dərəcə bizə 1 verir. Çünki sinus kvadratı alfa plus kosinus kvadratı alfa 1'dir. Gəlin buradan davam yazaq. 1'dir. Bu sinus kvadratı 30 dərəcə ilə kosinus kvadratı 30 dərəcə də bizə 1 verir. Üstə gəl 2-də 1. Olur 2 tam 2-də 1. Yəni 2 tam 10'da 5. Sonra 7-ci sualın həllinə baxıraq. Sinus 25 dərəcə adısa kosinus 245 dərəcəni yaz. Yazıram kosinus 245 dərəcə bərabərdir. Mən kosinus 245-i yazacam. Kosinus 270 çıx 200, daha doğrusu 245 almaq üçün 25 çıxacam. Və kosinus 270-də adını dəyişir olur sinus 25 dərəcə. Sinus 25 dərəcə və 245 üçüncü rüvdə yerləşdiyi üçün mənfidir kosinus. Biz demişik verilənə baxırıq. Verilən kosinusdursa kosinusun rüvünə baxırıq da, yəni üçüncü rüvdə nədir? Alınana yox. İndi sinus 25 dərəcə aid isə olur cavab
mənfi A. Bu da olur C variantı. Davam edək. Deməli, növbəti sual 9-cu sual. Sinus 148 çıx alfanı yazıram. Sinus 148'i yazıram 90 plus 58 minus alfa. Aşağı olduğu kimi qalır. Bərabərdir. Sinus 90'da adını dəyişir. Olur kosinus 58 çıx alfa. Və yuxarıda yazdığıma baxın. 90 plus olduğu üçün 90 plus ikinci rübdə və ikinci rübdə sinus müsbətdir deyə müsbət kosinus 58 çıx alfa yazılır. Bu nisbət də bizə 1 verir. Baxırıq 11-ci sualın həllinə. Sinus 237 plus kosinus 33 üstə gələk tangens 45. Ümumiyyətlə, sinus 233'ün yerinə, daha doğrusu 237'nin yerinə yazıram 270 çıxılsın 33. Plus kosinus 33. Plus tangens 45'in yerinə də 1 yazılır. Bu da bərabərdir. 270'də sinus adını dəyişir, olur kosinus 33. Və 237 üçüncü rübdür. Sinus mənfidir deyə qabağına mənfi yazırıq. Plus kosinus 33 plus 1. Bu da bizə 1 verir. Sonra 13-cü sualın həllinə baxırıq. Aşağıdakı bu kosinus 80'in yerine 90 çıx 10 yazırıq. Kosinus 81'in yerine 90 çıx 9 yazırıq. Doksan çıx 8. Doksan çıx 1. Kosinus 90'da adını dəyişir, olur sinus 10 və birinci rübdür deyə hamısı müsbət olur. Kosinus deməli olur, adını dəyişir sinus 9, 8 və sinus 1. Baxırıq ki, surətlə məxrəc eyni ifadələrin hasilidir. Ona görə nisbət 1'ə bərabər olacaq. 15-ci sualın həllinə baxırıq. Kosinus cüt funksiyadır deyə mənfi udulur, olur müsbət kosinus 120 dərəcə. Sinus tək funksiyadır deyə mənfi qarşıya çıxır, olur mənfi sinus 330 dərəcə. 120 180 çıx 60 deməkdir. 330 360 çıx 30 deməkdir. Və 180'də ad dəyişmir, elə kosinus 60 yazırıq. Amma 120 ikinci rübdə deyə mənfidir kosinus ikinci rübdə. Burada mənfi sinus 30 yazıram. Amma 334-cü rübdə, 4-cü rübdə sinus mənfidir deyə bu müsbət olur. Deməli, burada biz yuxarıda alırıq mənfi
2'də 1. Aşağıda müsbət 2'də 1. Cavab olur -1. Demək, 18'ə baxa bilərik. Tangens 1, tangens 2 və s. Burada tangens 30'da tangens 45 var, o 1 eləyir. Və sadəcə tangens 88'in yerinə yazırıq kotangens 2. Yəni 90-2 88 eləyir və 90'da tangens adını kotangens dəyişir. Vuraq kotangens 1 və tangens 1 vur kotangens 1 1'dir. Tangens 2 vur kotangens 2 1'dir və qayır bu şəkildə davam edir. Bütün hasillər 1 eləyir. Tən ortada bir tangens 45 qalır. O da 1 eləyir deyə hasillər hamısı olur 1. On 9'a deyir ki, alfa beta qonşu bucaqları üçün sinüs alfa 3'də 1 olarsa sinüs betanı tap. Deməli, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Sinüs alfa 3'də 1'dir. Bizdən sinüs betanı istəyir. Beta 180 çıx alfaya bərabərdir. Və 180'də sinüs adını dəyişmir. Elə sinüs alfa olur və 180 çıx ikinci rübdür. İkinci rübdə sinüs müsbətdir. Onda sinüs beta ilə sinüs alfaya bərabər olur. Cavab 3'də 1'dir. Kotangens alfa vurulsun 21. sualda. Kotangens pi bölü 2 plus alfa. Pi bölü 2'də kotangens adını dəyişir olur tangens alfa. Və pi bölü 2 plus ikinci rübdür. İkinci rübdə kotangens mənfidir. Qarşıya mənfi atıram. Və bu hasil bizə -1'i verir. Kosinüs 150'ni 23'də. Yazıram 180 sık 30. Sinüs 300'ü də 360 sık 60 yazmaq olar. Tangens 240'ı yazırıq tangens 180 plus 60. İstəsəz 270 30 da yaza bilərsiniz. 180'də kosinüs adını dəyişmir. Elə kosinüs 30 yazırıq. Amma ikinci rübdə kosinüs mənfidir. 360'da sinüs adını dəyişmir. Elə sinüs 60 olur. Amma 4-cü rübdə sinüs mənfidir. Plus 5 sinüs 60 yazırıq. Tangens 180'də adını dəyişmir. 180 plus 60. Amma 3-cü rübdə müsbətdir. Elə tangens 60 olur. Kosinüs 30'da kök 3 bölü 2'dir. Plus. Sinüs 60'da da kök 3 bölü 2'dir. 5'e vuranda 5 kök 3 bölü 2'dir. Tangens 60'da kök 3'dür. Toplayanda olur 4 kök 3 bölü 2 böl kök 3. Kök 3'lər iqtisara gedib 4 bölü 2 cavab olur 2. Baxırıq 27-ci sualın həllinə.
Kosinüs pi bölü 2 çıx alfa olur sinüs alfa. Sinüs pi çıx alfa bu da eləyir sinüs alfa və müsbət. Cəm 2 sinüs alfa. 2 sinüs alfa mənfi pi bölü 6'dır. Sinüs mənfi pi bölü 6 bərabər. Sinüs tək funksiyadır. Mənfi keçir qabağa olur. Mənfi 2 sinüs pi bölü 6. Bu da mənfi 2 vur. 2'də 1. Cavab mənfi 1. Iyirmi 9'a da baxa bilərik. Deməli, alfa pi bölü 4 verib. Kosinüs pi çıx alfa. Ad dəyişmir. Kosinüs alfa. Amma pi çıx ikinci rübdür deyə mənfidir kosinüs ikinci rübdə. Mənfi kosinüs alfa. Çıxılsın. Kosinüs mənfi alfa. Kosinüs cüt funksiyadır deyə alfanın qarşısındakı mənfi udulur. Olur kosinüs alfa. 2 mənfi olanda toplanır. Olur mənfi 2 kosinüs alfa. Bu da mənfi 2 vur kosinüs pi bölək 4. Pi bölək 4 45 dərəcədir. Mənfi 2 vur kosinüs 45'də kök 2 bölü 2'dir. Bu da bizə mənfi kök 6 2'ni verir. Otuz üçüncü suala baxaq. Deməli, tangens 35 dərəcə, kiçiyə dəyməyək. Üstə gəl, kotanges 125'i kotanges 90 plus 35 kimi yaza bilərik. Kotanges 90'da adını dəyişir, olur tangens 35 və ikinci rübdə kotanges mənfidir, olur mənfi tangens 35. Bu da bizə 0 verir. Kotanges 3 pi bölü 2 minus alfa. Adını 3 pi bölü 2 olduğu için değişir. Olur tangens alfa. Ve 273 pi bölü 2 çıx. Üçüncü de kotanges müsbətdir. Qalır müsbət tangens alfa. Plus kotanges alfa bərabərdir 5'e. Tangens kvadratı alfa üstə gələk. Kotanges kvadratı alfa soruşulur. Biz bu ifadənin hər tərəfini kvadrata yüksəldəcəyik. Və kvadrata yüksəltmə mötərizədə yüksəldilir, müxtəsər olma düsturu kimi açılır. Tangens kvadratı alfa üstə gəl 2 vur tangens alfa. Kotangens alfa plus kotangens kvadratı alfa bərabərdir 5'in kvadratına. Biz bilirik ki, bu ikisinin hasili 1 verir. Onda tangens kvadrat alfa plus kotangens kvadrat alfa bərabərdir. 2 eləyir bu. 25'dən 2 çıxırıq. Cavabımız olur 23. Otuz 8-ci suala baxırıq. Deyir ki, sinüs alfa 0'dır. Alfa pi bölü 2, 3 pi bölü 2 aralığında yerləşir. Pi bölü 2, 3 pi bölü 2 aralığında sinüs 0'ı alır pi'də. Onda alfa pi'dir. Tangens pi bölü 6 plus alfa, yəni pi bölü 6 plus pi'ni istəyir bizdən. Pi'də ad dəyişmir, elə tangens pi bölü 6 eləyir. Və pi plus pi bölü 6 üçüncü rübdür. Üçüncü rübdə tangens pi bölü 6'nı pi bölü 6'da 1 böl kök 3 alır. Qırx 1'ə baxa bilərik. Tangens 10 dərəcə A'ya bərabərdir. Tangens 8'dən vur kotangens 10'u tap. Gəlin belə danışaq. Biz tangens 80'i
90 minus 10 kimi yazaq. Vurulsun kotanyes 10 bərabərdir. Tangens 90'da adını dəyişir, olur kotanyes 10 dərəcə. Vur. Kotanyes 10 dərəcə. Bu da bizə verir kotanyes kvadratı 10 dərəcə. Yadınızda saxlayın, tangens kotangesin tərsidir. Yəni, kotanges alfa həmişə 1 bölək tangens alfaya bərabərdir. Onda kotanges kvadratı 10, 1 bölək tangens kvadratı 10'a bərabərdir. Bu da 1 bölək a kvadrat. A sinüs 20'dir, B kosinüs 75'dir, tangens 200. Ümumiyyətlə, A sinüs 20 dərəcə verilir. B kosinüs 75, 75'dən 15, deməli 90'dan 15 çıxar 75 edər. Onda kosinüs 75 sinüs 15'ə bərabərdir. S isə tangens 200, 200'ü yazırsınız, 180 plus 20. Adını dəyişmir, olur tangens 20. Sinüs birinci rüvdə artandı deyə, A həmişə B-dən böyük olar. Çünki 20 15'dən böyük. Amma yadınızda saxlayın ki, sinüs 20 ilə tangens 20'ni müqayisə eləsək, tangens həmişə sinüsdən böyük olur. Çünki tangens bütün rüvlərdə artandı. Tangens 20'nin sinüs 20'dən böyük olmağını mən sizə sübut edəcəm. Deməli, kosinüs 0 dərəcədə 1'dir. Amma 90'da 0'dır. Deməli, kosinüs birinci rüvdə azalandır. Kosinüs, məsələn, bunu belə müqayisə edeyim. Kosinüs əgər 0'da 1 getdikcə 1'dən kiçilirsə, onda biz deyə bilərik ki, kosinüs 20 dərəcə 1'dən kiçikdir. İndi biz bunun tərsini yazacağıq. Bunda 1 böl kosinüs 20 dərəcə 1'dən böyük olacaq. Çünki bərabərdə tərsini yazanda bərabərsin işarəsi dəyişir. İndi bunun hər tərəfini sinüs 20'yə vuracağım. Olacaq sinüs 20 böl kosinüs 20 böyükdür sinüs 20'dən. Və buradan nəticə alırıq ki, sinüs 20 böl kosinüs 20 tangens 20'dir. Bu da tangens 20 böyükdür sinüs 20 bərabərsini alırıq. Və bu da tangens 20 sinüs 20'dən böyük olduğunu ispat edir. Onda S ən böyüdür. Buna uyğun cavab olacaq B variantı. S böyükdür A, A böyükdür B. Qırx beşinci sualın həllinə baxıb. Tangens kvadrat 10 dərəcə vurulsun. 1 böl kosinüs kvadrat 80 verilir. Ümumiyyətlə, mən belə bir şey yazacağım. Biz bilirik ki, əsas trigonometrik eyniliyə görə 1 plus tangens kvadrat alfa 1 böl kos kvadrat alfaya bərabərdir. Onda 1 yazıram 1 plus tangens kvadratı 80 bərabərdir 1 böl kosinüs kvadratı 80'ə. Onda mən 1 böl kos kvadratı 80'in yerinə yazacağım. 1 plus tangens kvadrat 80 sıx 1. Bu da bərabərdir. Tangens kvadrat 10 vur. Bu birlər gedir, qalır tangens kvadrat 80. Həmin tangens kvadratı 80 uşaqlar. Elə kotangens kvadratı 10'a bərabərdir. O da bizə 1'in kvadratını verir. Yəni cavab olur 1. Qırx yeddiyə baxaq.
Tangens tək funksiyadır. Mənfi 870. Mənfi qarşıya çıxır. Olur mənfi 2-də 1 tangens 870 dərəcə vur kosinus 330 dərəcə. 870-in 720-sini atırıq. 2 dənə 360-ı atırıq. Olur mənfi 2-də 1 tangens 870-dən 720 atanda 150 qalır. 150 vur kosinus 330 bərabərdir. Mənfi 2-də 1 tangens 150-ni də yazırıq 180 sıx 30 kimi. Vur kosinus 330'u da 360 sıx 30 kimi. Bərabərdir. 180'də tangens adını dəyişmir, amma 180 sıx 30, yəni 150, ikinci rüvdür. İkinci rüvdə tangens mənfidir. Bu mənfiyə dəyir, olur müsbət 2-də 1 tangens 30. Bura 360'da kosinus adını dəyişmir, amma 4-cü rüvdə müsbət olacaq. Bu da olur, deməli, kosinus 30 dərəcə. 2-də 1 vur, tangens 30, kök 3 bölü 3'dür, kosinus 30 kök 3 bölü 2'dir və olacaq kök 3 böl 3 vur. Kosinus 30 da kök 3 böl 2. Bu da bizə verəcək 2-də 1 vur 2-də 1, yəni 4-də 1 olacaqdır. Qırsəkinci sualın əlinə baxacaq. Kosinus alfa 5'də 4 verilmiştir. Və alfa birinci rübün bucağıdır. Deməli, bütün trigonometrik funksiyalar birinci rübdə müsbətdir. Deyir ki, sinus pi çıx alfada. Bunu köçürmürəm. Pi'də adını dəyişmir, elə sinus alfadır və ikinci rübdə müsbət. Plus kosinus pi bölü 2 çıx alfa və pi bölü 2 adını dəyişir, sinus olur kosinus. Pi bölü 2 çıx alfa birinci rübdü müsbət. Bu bizə verir 2 sinus alfa. Və biz yazırıq 2 vur. İndi kosinus varsa sinusu necə tapılar? Sinus kvadratı alfa plus kosinus kvadratı alfa bərabər 1 eyniliyindən. Buradan sinus kvadratı alfa bərabərdir 1 çıx 5'də 4'ün kvadratı 25'də 16'dır. 25'də 9. Bu kvadrat olduğu için sinüs alfa müsbət mənfi 5'də 3 edir. Amma birinci rübdə müsbət olacaq. Müsbət 5'dir. O da 6 bölü 5'dir. Cavab 1 tam 10'da 2'dir. Tamam. Deməli, suallar davam edirik. Sualına gəlmişdi, ona görə üzrsən. Deməli, növbəti suala baxırıq. Burada bizə lazım olan sual. Baxaq ki, biz burada yazarıq, daha doğrusu yazaq 51-ci sualı. Digərləri termə düşün artıq əzbər bilirsiniz olar. Yəni, bura kim gəlmişiksə artıq bilirsiniz. 51'ə baxaq. Üçbucağın iki bucağının cəminin sinusu kök 3 böl 4'ə bərabərdir. Üçüncü bucağın sinusunu tapın. Deməli, biz bunun üçün uşaqları nə etməliyik? Bir üçbucaq çəkirik. Tak ki, bura alfa, bura beta yazıram. Üçbucağın üçüncü bucağına qamma yazıram. Və daxili bucaqların cəmi yaxşı bilirsiniz ki, 180 dərəcəyə bərabər.
İndi iki bucağın cəminin sinusu deyəndə sinus alfa plus beta nəzərdə tutulur. Bu da kök 3 böl 4'ə bərabərdir. Buradan qammanı tapmaq üçün 180'dən çıxıram alfa plus beta. Üçüncü bucağın sinusu istəyir. Yəni mən sinus qammanı tapmalıyam. Onda olur sinus qammanın yerinə 180 çıx alfa plus beta yazırıq. Bu da bərabərdir. 180'də sinus adını dəyişmir. Elə sinus alfa plus beta olur və ikinci rübdən də müsbətdir. Onda elə sinus qammada sinus alfa plus betaya bərabər olur. Cavab kök 3 bölək 4 olacaq. Baxaq 53-cü suala. Düzdür, sadədir, amma yenə də izah edəcəm. Biz dedik ki, kvadrat olanda rula baxmırıq. Çünki mənfi də olsa kvadrat müsbət olar, kvadratı müsbət olar. Ona görə də yalnız adını dəyişib dəyişməməyinə baxacaq. Pi bölü 2 olduğu üçün kotangens adını dəyişər, tangens kvadrat alfa olar. Kosinus kvadrat pi-də adını dəyişməz. Sonra kosinus kvadrat 3 pi bölü 2'də adını dəyişər. Sinus kvadratı alfa olar. Və bu kosinus kvadrat alfa plus sinus kvadrat alfa 1'dirsə, tangens kvadrat alfa plus 1, bu bizə 1 bölək kosinus kvadratı alfanı verər. 55-ci suala baxırıq. Deməli uşaqlar, sinus 1, çıx kosinus 1 və s. biz 45'ə kimi toxunmuruq. 45'dən sonranı dəyişirik ki, qabaqdakılardan islah getsin. Məsələn, baxıram ki, ardıcıl gedir bu dərəcələr. Onda bax, sinus 1, çıx kosinus 1, plus sinus 2, çıx kosinus 2, plus sinus 3, çıxaq kosinus 3, plus və s. Sinus 45, çıx kosinus 45. Sinus 45 ilə kosinus 45 eyni qiymət aldığı üçün elə onlar orada da gedir, islah olur. Ardına baxırıq ki, sinus 89'un adını dəyişirik. Çevirmə söylüyor, 90-1 yazırıq. Olur kosinus 1. Kosinus 89'u çevirmə düsturu 90-1 yazırıq. Olur sinus 1. Plus sinus 90 qiymət də olur müsbət 1. İndi baxın. Mənfi kosinus 1 ilə kosinus 1 gedir. Yəni bunu başqa rəngdə eləyək, daha aydın görək. Bax, bununla bu gedəcək. Bir dəqiqə. Bununla bu islah olur. Baxın, bu sinus 1 ilə bu sinus 1 gedir. Buradakı sinus 2 digər bu müsbətdən qarşıdakı mənfi sinus 2 ilə gedir. Bu kosinus 2 islah olur. Bunlar hamısı islah olacaq. Yekunda yalnız bir dənə bu 1 qalacaq. Cavab olacaq 1. Y variantı. 56 da həmçinin bunun kimi olacaq. Tam eynisi. %57-ci sualın izahına baxaq. Kök altında 2 vurulsun. Sinus 405. 360'ın çıxıram. Olur sinus 45 dərəcə. Plus sinus 60. Kotangens 45. Plus kosinus 30. İndi qiymətlərin qoyaq yerinə. Sinus 45 1 böl kök 2'dir. Kök 2'yə vuranda 1 böl kök 2'dir. Sinus 60 kök 3 böl 2'dir. Kotangens 45 1'dir. Kosinus 30 kök 3 böl 2'dir. Burada alırıq 2 üstə gələk 2 plus kök 3.
Burada da 2, yuxarıda 2 plus, üstə alırıq 2, üstün kəsr xətti 2 plus kök 3, aşağıda da 2, kəsr xətti 2 plus kök 3. İfadələr eyni olduğu üçün 1-ə bərabər olur. Əlli 9-cu sualın həllinə baxırıq. Deməli, sinus 290'ı yazırıq 270 plus 20 plus alfa plus, daha doğrusu minusdur, kosinus 340'ı yazırıq 360 çıxılsın 20 plus çıx alfa, daha doğrusu onda bunu belə yazacağıq. 20 plus alfa kimi. Mənfi 20 mənfi alfa. Sinus 110'u da 90 plus 20 plus alfa kimi yazılır. İndi 270'də sinus adını dəyişir olur kosinus və bu üçüncü rübdür, mənfidir. Mənfi kosinus 20 plus alfa çıxılsın. 360'da kosinus adını dəyişmir. 4-cü rübdür müsbətdir. Olduğu kimi qalır. Mənfi kosinus deməli 20 plus alfa. Aşağıda sinus 90'da adını dəyişir olur kosinus 20 plus alfa. Bərabərdir. Yuxarıda 2 dənə eyni ifadə, 2 də mənfi isə toplanır. Qarşısına mənfi yazılır. Mənfi 2 kosinus 20 plus alfa. Aşağıda da kosinus 20 plus alfa. Kosinus 20 plus alfalar ixtisara gedir. Cavab mənfi 2 olur. Baxırıq 61-ci sualın həllinə. Kotanges pi bölü 2'de adını dəyişir olur tangens alfa. Aşağıda bir çıx tangens alfa. Məxrəc bunların hasilidir. Yuxarıda olacaq tangens alfa vurulsun. Bir çıxaq tangens alfa. Tangens alfa vurulsun. Bir plus tangens alfa. Aşağı verir bizə bir çıxaq tangens kvadratı alfanın. Yuxarıda vurub atanda olur tangens alfa çıx tangens kvadrat alfa plus tangens alfa plus tangens kvadrat alfa. Burada tangens kvadrat alfalar gedir. Olur 2 tangens alfa bölək 1 plus tangens kvadrat alfa. Əslində bu 2 qat arqument düsturudur. Yəni bunu biraz tez verirlər burada. Yəni bu nəyin düsturudur? Tangens 2 alfanın öyrənəcəyik. Tangens 2 alfanın açılışıdır. 63 dərim üçün çevirmə düsturlarından istifadə edib sadədir, həll edərsiz. 65'ə baxaq. Deməli, kosinus 1 qalır yerində. Plus kosinus 2 dərəcə və s. bu şəkildə davam edir. Deməli, ortada kosinus 45 var. Kosinus 45. Həmin kosinus 45 deməli yazırıq. Kosinus 100
35 onun əksidir, onu aparacaq. O qalmır, ona görə gedəcək. Və bu şəkildə davam eləsək, kosinus 179 yazılacaq mənfi kosinus 1. Çünki 179, 180 çıxırdı. 180-da adını dəyişmir. Amma ikinci rübüzdə mənfidir kosinus. Mənfi kosinus 1 olur. Və bundan qabaq mənfi kosinus 2 var. Qoy bunları silək. Məsələn, 179-dan qabaq 178 var. O mənfi kosinus 2 deməkdir. Bu mənfi kosinus 1-dir. Amma kosinus 180 getmir, qalır. Və kosinus 180-də mənfi 1 qiyməti alır. Kosinus 180-də mənfi 1 qiyməti alır. Baxın, bunlar gedəcək. Amma mənfi 1 qalacaq. Olacaq 3 vur mənfi 1, cavab mənfi 3. Altmış etdən qabaqda yazmışıq. 69-cu suala baxaq. Tangens mənfi 13,6. Tangens tək funksiyadır. Mənfi keçir qabağa. Olur mənfi tangens 13 pi bölək 6 bərabərdir. Mənfi tangens 13'ü 6'ya böləndə 2 dəfə 2 pi plus pi böl 6. Bu da eləyir 2 pini artırır. Yəni 2 pi plus pi böl 6 birinci rübdür və ad dəyişmir. Mənfi tangens pi böl 6 eləyir. Bu da bərabərdir. Mənfi kök 3 böl 3 də yaza bilərik. 1 böl kök 3 də yaza bilərik. Cavab mənfi kök 3 böl 3. Bu da bizə verir Y variantını. 71-ci sualın həllinə baxacağıq. Alfa plus beta pi böl 4'ə bərabərdir. Sinus 8 alfa plus 9 beta vurulsun sinus 4 alfa plus 5 beta'nı hesablayın. Bərabərdir. Deməli, görə burada nə etmək olar? İndi burada belə etmək olar. Sinus 8 alfa plus 8 beta plus beta yazmaq olar. Sinus 4 alfa plus 4 beta plus beta yazmaq olar. Bu da bərabərdir. Bax, bunu yazaram sinus. 8'i çıxardaram alfa plus beta. Üstə gəlib beta olar. Sinus 4'ü çıxararıq. Alfa plus beta olar. Sinus 8'i alfa plus beta, yəni pi böl 4'ə vursa 2 pi plus beta olar. Sinus 4'ü alfa plus beta pi böl 4'ə vursaq pi eləyər. Pi plus beta olar. Bərabərdir. 2 pi də sinus adını dəyişmir və sinus beta olur. Və pi plus beta burada sinus demək adını dəyişməz. Amma burada nə olar? Üçüncü rübdü deyə. Üçüncü rübdə. Mən burada əvvəldən səhv yazıram deyəsən. Yoxsa düzə verin bir dəqiqə. Üzrü sayımdan elə bir ki 71'i köçürmüşəm, ardın 70'dən yazmışam. Ona görə bu sual belə bir şey alınıb. Yox, nə alınıb gəlin onu qeyd edək. Sinus pi plus beta adını dəyişmir, amma sinusda mənfidir. Mənfi sinus beta. Deməli uşaqlar bu nə olar? Sinus beta vurur mənfi
sinus beta, elə bu mənfi sinus kvadratı beta olur. Yeni bir sual öyrənmiş olduq. Burada pis bir şey yox. İndi 71'in elə özünü yazdım. O çox sadə olacaq. Deməli, bunu silirəm. Deməli, neyəcək? Bax, bu sinus 8 alfa plus 9 beta kimi yazılıb. Bunu belə parçalayırıq. Olur sinus 8'i çıxardırıq. Alfa plus beta plus beta. Bu da sinus 8'i alfa plus beta'nın qiyməti pi bölü 4'ə vuranda 2pi plus beta, 2pi də adını dəyişmir və birinci rübdür. Elə cavab sinus beta olur, D variantı. Yetmiş üçüncü suala baxaq. Belə bir trapesiya verilir bizə. Bucaq A bucaq B-yə bərabər 90-dır, AD 16-dır, AB 5-dir, BC 4-dür. Deməli, bu kosinus bucaq C-ni soruşur. İstəyir. Kosinus bucaq C-ni. İndi, buradan bir hündürü yendirirsiniz. Və bura 4-dürsə, burada 4-dür. 16-dan 4 çıxıram, bura 12-dir. Bura 5, çünki hündürlüyü 5 verir, bu tərəf 5 verir. Pifagora görə bura olur 13. Bura oldu alfa. Bura alfadır. Kosinus bucaq C nədir? Kosinus bucaq C. Bax, bura 90'dır bilirik. 90 plus alfa C'dir. Yazılır 90 plus alfa. Və 90'da adını dəyişir olur sinüs alfa və ikinci rübdə kosinus mənfidir, mənfi sinüs alfa olur. Biz sinüs alfanı tapırıq. Sinüs alfada qarşıdakı katetin hipotenuza nisbətidir. 12'ni bölürəm 13'ə. Cavab olur mənfi 13'də 12. Yetmiş dördüncü sualın həllinə baxırıq. Deməli, x plus 2y 3 pi bölü 2 verilir. Şimdi biz kosinus x plus y bölək sinus y üstə gələk kotanyes 3y bölək tanyes x çıx y. Bunu hesablamaq üçün birinci bizə x plus y lazımdır. Gəlin x plus 2y bax buradan yazaq plus x plus y plus y kimi. Buradan x plus y tapaq. Onda 3 pi böl 2 çıx y olur. Bu öz yerində. Digər tərəfdən biz bilirik ki, buradan x nəyə bərabərdir? 3 pi böl 2 çıx 2y. Bunu da bilirik. İndi bizə x çıx y də lazımdır. Bu məxrəzdəki tangesi x çıx y-ə görə yazırıq x çıx y nəyə bərabərdir? X-in yerinə yazırıq 3 pi böl 2 çıx 2y minus y. Bu da eləyir 3 pi böl 2 çıx 3y. Şimdi burada bu tənlikdə kosinus
x plus y-in yerinə yazırıq. 3 pi bölü 2 çıx y bölək sinus y üstə gəl kotanges 3y tanges x çıx y-in də yerinə yazırıq. Tanges 3 pi bölü 2 çıx 3y bərabərdir. Deməli uşaqlar, kosinus 3 pi bölü 2-də adını dəyişir olur. Sinus y və 270 çıx 3-cü rübdə mənfi sinus y bölək sinus y plus kotanges 3y tanges 3 pi bölü 2-də adını dəyişir olur. Kotanges 3y və müsbət olur 3-cü rübdə. Burada mənfi 1, burada müsbət 1 alınır. Cəm 0-a bərabər olur. Maraqlı bir sual idi. Axırıq 75-ci sualın həllinə. ABCD kvadratı verilib. Ümumiyyətlə 75-i şəkil üzərində izahləmək daha yaxşı olar. Deyir ki, ABCD kvadratında SY-nin YD-yə nisbəti 5-in 3-ə nisbətidir. SY olsun 5K, YD olsun 3K. Kvadratda tərəf 8K olsun. Tangens alfanı tapın. İndi biz bilirik ki, bu alfadırsa, daxili çarpazlığa görə burada alfadır. Və bura 90. Onda tangens alfa bərabər olacaq qarşıdakı katetin biçik katete nisbətinə. Yəni 8K-nın 5K-ya nisbətinə. Və biz buradan alırıq cavab 5-də 8. O da olur Y variantı. Ee, 76 sual falan bunlar tanış suallardır. 77'de həmçinin bunlar yazıla biləcək suallardır hamısı. 80'ə baxaq. 2 tangens kvadratı 2 vur pi minus 1. Biz bunu belə yazacağıq. 2 tangens kvadrat 2'ni daxilə vururam. 2 pi çıx 2. Vur kotangens kvadrat 2'ni daxilə vururam. 2 pi plus 2. Bu ifadəni sadələşdirin. İndi tangens 2 pi-də adını dəyişmir. 2 pi çıx. Biz kvadratda ümumiyyətlə rübə baxmırıq. Adını dəyişmir. 2 tangens kvadratı 2 vur kotangens kvadrat 2. Bu da tangens 2 vur kotangens 2 1'dir. Kvadrat olsa 1'in kvadratı. Qabaqda 2 var. 2 vur 1 eləyir 2. Bunlar sadədir. Görək. Bunlar da tapıla biləcək suallardır. Yəqin ki, burada 86 da əslində sadədir. 86-nı 720 plus 90 kimi yazıb 720 atarsınız, həll edərsiniz. Bunlar
yazıla biləcək suallardır. Sinus. Amma istəyərəm 187-ni yazdım. Sinus alfa 2'də 1'dir və alfa 90-180 arasındadır. Sinus alfa 2-ci rübdə 2'də 1'i yalnız 150 dərəcədə alır. Onda alfa 150'dir. Əslində çox sadə olur bu sual. Yazırıq 9 plus kotanges 110 plus 6'da 1'i 150'ye vururuq. 150 vuranda 6'da 1'i 25 dərəcə eləyir. Bu bizə 9 plus kotanges 135'i verir. Bu da bərabərdir. 9 plus kotanges 135'i 90 plus 45 yazıram. 90'da adını dəyişmir. Olur tanges 45 və ikinci rübdə mənfidir. Cavab 9 çıx 1 olacaq 8. Birinci suala baxmaq lazımdır. Deməli, fx funksiyası verildi. Deyir, əgər x rasional ədəddirsə 1'ə, irrasional ədəddirsə mənfi 1'ə bərabər olur. Qiymətin, yəni irrasionalsa mənfi 1 yaz yerinə, rasionalsa müsbət 1. Deyir ki, f kosinus 300 dərəcə çıxaq f sinus 120 dərəcə qiymətini tap. Kosinus 300'ü 360 çıx 60 yazıram. Sinus 120'ni 180 çıx 60 yazıram. 360'da adını dəyişmir. Bu elə kosinus 60 olur. Sinus 120, 180'de adını dəyişmir. Elə bu sinus 60 olur. Kosinus 60'da 2'də 1'dir. Rasyonaldır bu. Sinus 60'da kök 3 bölü 2'dir. 2'də 1 rasyonaldırsa f2'də 1 deməli biz yerinə müsbət 1 yazacağıq. Amma kök 3 bölü 2 irrasionaldır. O funksiyanın yerinə mənfi 1 yazacağıq. Bu da toplanar 2 olar. Növbəti sual 92-ci sual olacaq. Bu sual maraqlı sualdır. İndi onun həllini izahını verəcəm. Qapını bağlayaq. Deməli, 7 alfa çıx 4 beta 810 dərəcədir. Deyir ki, sinus 3 alfa plus 5 beta bölünsün kosinus 9 beta çıx 4 alfa. İfadənin qiymətini tap. Əvvəla biz burada nəyə fikir veririk? Bax, bu dərəcədən bundan bu aşağıdakını tıxanda bu bizə verdiyi 7 alfa çıx 4 betanı alırıq. Onda gəlin tərəf-tərəfə çıxaq. Yəni 3 alfa plus 5 betadan çıxaq 9 beta minus 4 alfanı və bu fərq 7 alfa çıx 4 betanı verdiyi üçün bunu 810 dərəcə kimi yazır. Onda bunun birini əvəz edirəm. Yəni 3 alfa plus 5 betanı bərabərdir 810 plus, yəni bunu sağa keçirirəm digərin 9 beta minus 4 alfa kimi yazıram və aparıb yuxarıda yerinə qoyuram. Ki, bunun rəngini dəyişək. Yazırıq sinus 3 alfa plus 5 betanın yerinə 810 üstəgəl 9 beta çıx 4 alfa yazırıq.
Kosinus 9 beta 44 alfa bərabərdir. 810'un 720'sini atanda 90 qalır. Sinus 90'da adın dəyişir. Gəlin yazım ki, daha dəqiq başa düşək. 720'sini atırıq. 90 plus 9 beta çıx 4 alfa eləyir. Bölək kosinus 9 beta çıx 4 alfa. 90'da sinus adını dəyişir olur. Kosinus 9 beta çıx 4 alfa. Bölək kosinus 9 beta çıx 4 alfa. Bu da bizə 1'i verir. Cavab 1'dir. Baxırıq 93-cü sualın izahına. Deməli, alfa, beta, gamma üstünün daxili bucaqlarıdır. Onda üstünün daxili bucaqlarıdırsa cəm 180 dərəcə olmalıdır. Sinus karası gamma bölü 2. Bax, deyir ki, alfa plus beta bölü 2. Məsələn, sinus kvadratı gamma bölü 2'də işim yox. Aşağıdakı alfa plus betanı buradan əvəzləyib alacam. Alfa plus beta 180 sıx gammaya bərabərdir. Onda alfa plus beta bölü 2, alfa plus beta bölü 2 nəyə bərabərdir? Alfa plus beta bölü 2, 2'ye böləndə 90 minus gamma bölü 2 edir. Onda yazırıq kosinus kvadrat 90 çıxaq gamma bölü 2. Plus yuxarıdakı qalır kosinus kvadrat alfa bölü 2. Aşağıda indiki buradan eləyəcəyik. Beta plus gamma bərabər 180 çıx alfa yazıram. Və beta plus gamma bölü 2 də 90 çıx alfa bölü 2'ni verir. Yəni biz sinus kvadratı beta plus gamma bölü 2'nin yerine yazarıq. Sinus kvadrat 90 çıxaq alfa bölü 2. Bərabər. Sinus kvadratı gamma bölü 2. Kosinus 90'da adını dəyişir. Sinus kvadrat gamma bölü 2 olur. Kosinus kvadratı alfa bölü 2. Sinus 90'da adını dəyişir. Kosinus kvadratı alfa bölü 2 olur. Bu da 1 plus 1. Cevap 2 olur. Cevabımız olur 2. Sonra 93 sual idi elə. Bəli, elə hamısını sizə izahını verdik. Mütləq bunları yazıb yaxşıca öyrənin. Zəhmətimizi dəyərləndirin ki, gələcəkdə nəticələrimiz yaxşı olsun. Uğurlar.